Azərbaycanda müstəqil jurnalist olmaq daim baskı altında olmaq deməkdir. Biz peşə fəaliyyətimizi yerinə yetirdiyimiz üçün müxtəlif təhlükələrlə üzləşirik. Bunlardan ən başlıca və bugün üçün aktual olanı azadlığımızın qeyri-qanuni olaraq məhdudlaşdırılması, həbs edilməyimizdir. Müstəqil jurnalistlər bugün Azərbaycanda repressiyalara məruz qalır. Biz bilirik ki, gördüyümüz iş dürüst jurnalistikadırsa biz həbslə və yaxud da başqa bir təhlükə ilə qarşılaşa bilərik. Fatimə Mövlamlı 2023-cü ildən etibarən başladılmış həbs dalğasının hədəfinə çevrilən 9-cu qadın jurnalistdir. O 28 fevral tarixində saxlanılıb, 1 mart tarixində Xətai rayon məhkəməsində proses keçirilib. Meydan TV işi üzrə qaçaqmalçılıqda ittiham edilərək barəsində 1 ay 9 gün həbs qəti imkanı tədbiri seçilib. Məhkəmədə ittiham tərəfi bildirib ki, Fatimə Mövlamlı saxlanıldıqdan sonra evində axtarış aparılıb, döşəyinin altından 13.500 avro dəyərində pul vəsaiti tapılıb. Mövlamlı isə bu pulun ona aid olmadığını və məhz jurnalist fəaliyyətinə görə həbs edildiyini bildirib. Nətər olur ki, Fatimənin evində qaçaqmalçılıqla əldə etdiyi bu qədər pul var, amma onun anası küçələrdə süpürgəçilik edir. Fatimənin anası Vüsalə Mövlamova jurnalistlərin silsilə həbsini gördükdə növbənin öz qızına da çatacağını hiss etdiyini bildirir. O da evdə axtarış zamanı tapıldığı bildirilən vəsaitin ailəyə və ya Fatimə Mövlamlıya aid olmadığını vurğulayır. Deyir ki, övladı cinayətkar deyil, doğru yoldadır və onunla fəxr edir. Çəkilişlər edirdi, haqqa susmayan qızdır. Ona haqqı götürmüş. Arada olurdu ki, mən dedim, eybi yox, əşk etməyən özümə aid olanda, yəni olurdu ki, haqqım kəsiləndə deyirdi ki, amma buna dillənmək lazımdır, yəni niyə qorxursan? Dedim, eybi yox, o keçsin də, dinmə. Amma o heç bir vaxt haqqa susmayıb, göz yummuyub. Yəni bu günləri mənim başıma gələn, yəni bu hadisə məndən öncəki bir neçə qızım başına gəlib. Hər kəs bəlkə kənardan elə baxır ki, doğrudan da bu belədir. Amma doğrudan, yəni bu belə deyil. Bu qızlar şərlənərək tutulub. Heç kimdən gizlin deyil. Hamı da bilir ki, Fatimə Mövlamlının anası xadimə işləyir. Mənim uşağım bundan heç vaxt utanmayıb. Utanmayaraq da mən bildirirəm. Mən küçədə süpürürəm, evlərə də gedirəm, dövlət müəssisəsində də işləyirəm. Yəni mən əgər bunları mən eləyirəmsə, mənim uşağım şərlənir, tutulur, özdə küllü miqdarda pulla. Nətər olur ki, Fatimənin evində qaçaqmalçılıqla əldə etdiyi bu qədər pul var, amma onun anası küçələrdə süpürgəçilik edir. Qızlar ki, tutulmuşdu, hərəsi bir maddə ilə, yəni birinci sevincdən başladı, sevincdən gördüm. Onu da qeyd edim ki, çox mərd qızdır. Çox mərd qızdır ki, o bildi ki, yəni onun müdürü tutulub. O adam gedə də bilərdi, qala da bilərdi. Yəni orada o qayıtdı, gəldi. Allah onun anasına da kömək olsun, elə özünə də kömək olsun. Yəni biz gözləyirik tutulaş. Amma belə bir maddə, yəni həbs, yəni belə kürdəxana falan, belə şey gözləmirdim ki, mənim qapıma polis işçiləri gələr, qara maskalılar gələr. Yəni belə şeylər ümumiyyətlə mənim ağlımdan keçmirdi. O günkü mən zəng elədim dalbadal evə, gördüm ki, heç kim cavab vermiş. Mən işdə olanda da mütəmadi zəng eləyirəm, istəyir Fatimə istəyir, yəni bu bir qızım. Yəni zəng eləyirəm, maraqlanım. Həmin gün dalbadal zəng elədim, gördüm ki, cavab vermiş. Fatimə ümumiyyətlə telefona zəng çatmadı. Ona yığdım Fatiməyi, gördüm ki, yox zəng çatmadı. Anidən fikirləşdim ki, bu nəsə var ki, yəni bunlar cavab vermirlər. Və işdən, yəni taksi ilə gəldim. Gəldim məhəllədə düşəndə gördüm ki, polis idarəsinin işçiləridir. Yaxınlaşmaq istədim evə, çox çobud şəkildə kənarlaşdırıldım. Maşından düşdülər. Mən dedim, mən uşağımı görmək istəyirəm. Görüm. Dedi, hə, maşınla gəlib keçəndə indi göstərəcəklər sizə. Sonra qara belə plyonkalı maşın çıxdı. Ay, rəis gəlir, falan kəsib gəlir bəsməkən. Saxlamadılar. Yəni mən iradımı da bildirdim. Hətta yəni gizlətmirəm. Aramızda belə söz-söhbət də oldu. Gəldim evə, evin içində bildim ki, mənim uşağımı qolu qandalla aparıblar. Özləri də qəşəng bilirlər ki, o pul mənim evimdən, yəni mənim qızıma aid olan deyil. Döşəyinin altından götürüblər. Buradan götürülüb. Nə hikmətsə döşəyin altındaymış pulu. Sərvətini burada saxlaymış Fatimə. Bir əllərini atıblar, götürüblər. Sözün düzü mən bilmirdim. Yəni o Fatimə burada bir sərvət saxlayır. Yəni polisdən qabaq mən özüm gəlib götürərdim. Bu qədər borcum var, xərcim var.
belə buraları təmizləyəndə çox axtardım. Dedim o 13.500 evrodan bəlkə bir 50 evro qalıbsa mən götürüm. Gördüm yox, heç qəpik də qalmayıb, hamısını aparıblar. Mənim uşağımda saxtakarlığı yox. Bəzilərinə sərf edəcək qədər yaltaqlığı yox. Mənim uşağım mərd qızdır. Mən fəxr edirəm onu ilə. Ki, həqiqətən mənim payıma düşüb Fatimə Mövlanının anası olmaq. Çox fəxr edirəm mənim uşağımla. Mənim bunları özləri də qəşəng bilirlər. Fatimə Mövlanını həbs eləmək üçün qurulan quyğu bu olacaqdı, aciz bir fasondakı pulu ataq. Çünki bundan qabaq da qızların, oğlanların evinə bunu atmışsınız, belə də götürmüşsünüz. 13.500 evrosu olan qızın anası küçələrdə xadimə işləmiş. Onun evi çox belə qəşəng səviyyədə olur. Qəşəng panorama vidində. Yəni bunlar görüntünü də gəlib görüblər ki, nə cürdür. Mənim gəlib evimi dağıdırsan, yorğan döşəyimi tökürsən, sənə aid olmayan yerləri çəkib tökürsən yerə, ədəb-ərkandan uzaq hərəkətlər edirsən. Yəni ən azından kişisən, gəlib dağıdırsan, alt paltarı, nə bilim, corablar, nələr. Yəni bu çox gülməli yox, mənə görə utanc verici bir şeydir. Ki, sən gəlirsən, başqa şey yoxdur ki, Fatiməni tutmaq üçün. Nə tuta bilərsən ki? Etiraz eləmək nə vaxtdan günahdır? Adam etiraz edir, adam sənəti, sən onun sənəti ilə tutmursan. Sən ona şərləyib tutursan, o bir qızlar kimi. Sosial şəbəkələrdə çox yazılır. Çox da Fatiməni müdafiə edən insanlar var. Buradan təşəkkür edirəm onlara. Amma o yanlış yazanlara deyirəm ki, heç nəyi görmədən, bilmədən pis-pis rəylər yazmayın. Buradan demək istəyirəm ki, yəni Azərbaycan polisi haqqa haqq səsini dünyaya çatdıran Fatimə Mövlanlını və onu ilə bərabər tutulan o qızları şərləyərək tutturubsa, narahat olmayın, sıra sizə də gələcək. Güya siz yaltaqlanmaqla, güya siz artıq yazmaqla nə əldə edirsiniz ki? Vicdanınızın səsinə qulaq asın, əgər varsa. Ağlar qalan anaların səsinə qulaq asın, əgər onu da duya bilirsinizsə. Və düşünün ki, sizin də övladınız və sizin də başınıza gələ bilər. Mənim övladım susmadı, o bir qızlar da susmadı. Bu da bunun yoludur. Haqq dedi, haqqından dönmədi. Haqq demək də günah deyil, cinayət deyil. Elə belə həmin günü birə işləmiş, zəng elədi. Dedi ki, yerim yaxşıdır, gələ mən düzün deyəm. Dedi ki, yeməklə, çayla təmin ediblər məni, yerim istidir. Dedi, yəni dediyini deyirəm. Nə ağlamıram, nə belə sızlamıram. Fatimə Mövlanlı kimi bir qızın anası ağlamaz da. Başımı dik tutmuşam. Mənim qızım başımı aşağı əyəcək, heç bir hərəkət eləməyib. İçi Fatimə qarşı bütün tutulan jurnalistlərin qapısını bəndə bağlayıb. Allah açar inşallah. Bu qızlar tutulanda onların bir etiraz aksiyası var ki, qırmızı pomada ilə gedirdilər. Mən qızım tutulmamışdan hissiyyatım mənə deyirdi ki, tutulacaq. Yəni hiss eləyirdim onu. Dedim ki, mənim tutulmamışdan 2-3 gün qabaq gəldi belə, görüşdü. Mən ona dedim ki, mənimlə vidalaşırsan. Dedi, yox, mama, heç nə yox, dedim, vidalaşma mənimlə. Yəni, dedim ki, Fatimə, sən tutulsan, sənin o ki, hər dəfə qızlar üçün qırmızı pomada çəkib gedirdin, etiraz aksiyasına. Mən də sənin məhkəməvə elə gələcəm. Demək istəyirəm ki, dünyada bir Fatimə olmaz, 10 Fatimə dünyaya gələr. Həmçinin sevinclər, aytazlar, yəni yadımda qalan bunlar. Amma namərd ölər, üstü də torpaqlanar, adı heç vaxt çəkilməz. Yəni də deyirəm, nə olacaq bundan sonra, nə qədər olacaq, necə olacaq, mən qızımın arxasındayam. Fatimə, mən sənlə fəxr eləyirəm. Mən çox fəxr eləyirəm ki, Allah mənim taleyimə yazıb sən kimi bir qızın anası olmağı. Çox fəxr eləyirəm mən sənin. Anavın başı dikdi, anan qətiyyən ağlamır, anan sənin yanındadır. Son damla qanıma qədər, son nəfəsimə qədər. Mən səni çox sevirəm. Özünüzdə müğayət olun, yaxın bir neçə ildə görüşərik.